Bugün mənim üçün xeyli əhəmiyyət kəsb edən bir mövzuya toxunmaq istəyirəm. Bilirsiniz, əslində mən bu mövzuya çoxdandır gəlmək istərdim, amma hər dəfə özümü saxlayıram. Hər dəfə lazımdırmı, lazım deyilmi deyə götür-qoy etməyə çalışıram və yəqin ki, bunun vaxtı gəlib. Dövlətin dindən, dinin dövlətdən ayrı olması məsələsinə toxunmaq istərdim bugün sizinlə. Bilirsiniz, yəni burada hər kəsin bilməyə gərəkdiyi məsələyə toxunacağam. Azərbaycan dünyəvi, yəni sekulyar bir dövlətdir. Bu nə deməkdir? Bu o deməkdir ki, bizim konstitusiyada din dövlətdən, dövlət dindən ayrıdır. Din mütəşəkkil şəkildə dövlətin işinə qarışa bilməz və dövlət mütəşəkkil şəkildə olan bir qurum dinin işlərinə qarışa bilməz. Bu eyni zamanda bütün dinləri Azərbaycanda hüquqlarını bərabərləşdirir. Bu çağdaş müasir dövlətlərin getdiyi yoldur. Konstitusiyada bunun yazılması nə deməkdir? Bu o deməkdir ki, eyni zamanda dövlətin, dövlət qurumlarının, dövlət təşkilatlarının və ümumiyyətlə cəmiyyətdə hər bir insan onun dini inanclarına və ya, bu tez-tez unudulur, və ya inancların olmamasına eyni şəkildə yanaşılmalıdır qanunla. Başqa sözlə, kiminsə dini inancları varsa, o biri şəxsin dini inancları yoxdursa, bunlar dövlətin və qanunların gözündə eyni haqlı, bərabər haqlı insanlardır, subyektlərdir, vətəndaşlardır və bunların haqqı buna görə tapdalına bilməz. Başqa sözlə, mən dinə inanıramsa, Allaha inanıramsa, sən Allaha inanmırsansa, ya başqa bir dinə inanırsansa, bu bizi dövlətin gözündə nə yüksəltməli, nə də aşağılamalıdır. Sənin və mənim haqlarım bu məsələdə eynidir, bitdi. Qurtardı, getdi. Yəni, bu mübahisəyə açıq məsələ deyil. Yenə də bu konstitusiyada, nəinki bizim konstitusiyamızda, demək olar ki, yəni mənim bildiyim İran İslam Respublikasından başqa, ola bilsin İsraildən başqa, başqa özlərini dini dövlət elan etmiş ölkələrdən başqa, yəni tək-tük, hər yerdə vəziyyət eynidir. Avropanın istənilən ölkəsində, Amerikanın istənilən ölkəsində, yəni Şimali-Cənubi Amerikanı nəzərdə tutur, amma bu şey yox. Bu nə deməkdir? Bu o deməkdir ki, din və dövlət ayrı tutulurlar. Dövlət dinin işlərinə qarışa bilməz. Dinin adından hər hansı hüquq mühafizə orqanları kiminsə hisslərinin bilmirəm, bunun hətta təsvirlərini bilmirəm, qanuni təsvirlərini bilmirəm, çünki bizə aid olmamalıdır bu. Ay kiminsə dini inanclarını tapdaladılar, ay kiminsə dini hisslərinə toxundular. Ümumiyyətlə hisslərə toxunma məsələsi bu subyektiv məsələdir, bu obyektiv məsələ deyil. İndi mən öz sözümü desəm, kiminsə dini inanclarına toxunsa, qanunun gözündə bu yəni hər hansı amilə çevrilməməlidir. Başa düşürsünüzmü demək istədiyimi? Ümumiyyətlə, hər hansı bir şəxs, hər hansı bir şey deyə bilər. Yerindən duran hər kəs durub deyə bilər ki, bu mənim dini, əxlaqi, hər hansı başqa hisslərimə toxundu. Gəlin bu insanı tutun basın. Söhbət burada Çevik Bağırlı adlı blogerdən gedir. Mənim anladığım qədərilə internetdə, YouTube'da və TikTok'da din haqda maarifləndirici, hətta tutalım ki, kimsə onu maarifləndirici kimi görmür. Bu adam öz şəxsi rəylərini elmə əsaslanmış, anladığım qədərilə birisinə də baxmamışam, şəxsi tanımıram da, amma dini məsələlərə toxunurdu və öz mövqeyini bildirirdi. Söyüşsüz, küfürsüz, kimsə alçaltmadan. Lakin bunu indi hal-hazırda bizim orqanlar cinayət təqibi predmetinə çevirib onun dediklərini, onu həbs etdilər. Tamam, sual yaranır. Əgər Azərbaycanda din dövlətdən ayrıdırsa,
bir insanın din haqda öz rəyini bildirməyi nə üçün dövlət tərəfindən, dövlət ki, dini məsələlərdə kör olmalıdır. Ümumiyyətlə dini məsələlərə gələndə qarışmamalıdır. Niyə görə bu dövlətin gözündə bir problem təşkil edir? Niyə görə bu cinayət təqibinə səbəb olur? Yəni bilirsiniz, bu bir istiqamətli olur bir tərəfdən. Yəni inanclı bir insanın hisslərinə toxunulanda dövlət düşür ortalığa. Bilmirəm, özünə rəğbət qazanmaq üçünmü, ya özünə kiminsə gözündə avtoritet qazanmaq üçünmü, ya başqa hansı səbəblər var, bilmirəm, araşdırmaq da istəmirəm, mənə maraqlı da olmamalıdır. Dövlət düşür ortalığa, kimisə həbs edir. Tamam, niyə görə bu bir istiqamətlidir onda? Əgər dövlətin gözündə bunlar bərabər məsələlərdirsə, niyə inanclı insanlar İnançsız insanların hisslərinə toxunanda, məsələn, sən kafirsən, Allahsızsan, sən başqa Allaha əstəğfurullah inanırsan, yəni sənin dinin başqadır. Onda niyə bu məsələlərdə dövlət ortalığa düşmür? Niyə görə dövlət özü bu pariteti pozur? Niyə görə dövlət özü cəmiyyətdə sanki kiminsə inanclı olduğunu bir avantajlı, üstünlüklü bir statusa çevirir? İnançsız insanı aşağılayır, alçaldır, yəni qanunun gözündə. Niyə görə? Hansı prinsiplərdən çıxış edərək? Bunun nə meyarları var? Çünki qanunda bu meyarlar ola bilməz. Dediyim kimi qanunda dövlət dindən, din dövlətdən ayrı tutulur bizim ölkədə. Buna dünyavi dövlət deyirlər, buna Allahsızlıq demirlər, buna canım sizə desin, inançsızlıq demirlər, bu sadəcə belədir. Müasir dövlətlərdə din dövlətdən ayrıdırsa, elə Türkiyənin özündə də ayrıdır, güya qanunlarla. Amma reallığa gələndə biz tamamilə başqa bir mənzərə görürük. Niyə görə mən bir Azərbaycanlı olaraq kiminsə dini bir məsələyə toxunduğuna görə və kiminsə yerindən durub deyəndə ki, oy mənim bilirsiniz, dad-bedad mənim hisslərimə toxunuldu. Birincisi, sənin hisslərinə hər şey toxunula bilər. Sənin hisslərinə bütün dində olan, bilmirəm, məntiqsizlik ya indi artıq, indi müasir dövrdə, müasir elm tərəfindən təqzib olunan hər hansı inanc, əgər onun məntiqsizliyi, onun yalanı hətta, onun yanlışlığı dilə gətirilirsə, dövlət niyə qarışır bu məsələlərə axı? Dövlətin işi azdırmı? Halbuki Konstitusiya tərəfindən dövlətə bu cür haqq verilmir. Verilmir. Yoxdur bu. Digər tərəfdən, niyə bu paritet elə pozulur ki, məsələn, mənim türkçülüyümə, özümü türk hesab etdiyim mənsubiyyətə kimsə dil uzadanda yerindən durub, bu heç də cinayət təqibi predmeti təşkil etmir onların gözündə. Yəni, hər kəs biz türkləri Azərbaycanda alçalda bilər, aşağılaya bilər, hər kəs bir söz deyə bilər, hər kəs, yəni, bunun qanuni heç bir təməli yoxdur, anlayırsınızmı? Dövlət ixtiyari şəkildə, istədiyi şəkildə, muxtar şəkildə, başqası ağlına necə əsdiysə, ağlına nə gəldiysə, bunları edir. Bunun qanuni təməlləri varsa, mən bilmək istəyirəm bunu. Yenə də, dövlət niyə inanclı insanlara sanki prioritetli status verir bu ölkədə? Halbuki inanmamaq ya başqa dinə inanmaq bizim qanunlarımıza zidd deyil. Biz çox konfessiyalı, çox dinli bir ölkəyik. Hamımız müsəlman deyil ki. Hamımız müsəlman olsa belə, hamımız şiə müsəlmanı deyil, hamımız sünni müsəlmanı deyil. Biz çox qarışıq bir ölkəyik. Yəni, bugün dövlət bir dini məzhəbin tərəfində çıxış eləyirsə, sabah o biri dinin məzhəbin tərəfində çıxış edəcəkmi? Sual bundan ibarətdir. Dövlət bu pariteti saxlamaqda hansı məntiqlə yanaşır buna ümumiyyətlə? Və ən əsas məsələ, bir insan əgər başqaları alçaltmadan, başqaları, necə deyim sizə, cəmaatın gözündə gözüm çıxdıya salmadığı bir yerdə dövlətin nə işi var bu dialoqda ümumiyyətlə?
Nə işi var və bu işinin qanuni, konstitusyon, hüquqi zəmini nədən ibarətdir? Biz bir cəmiyyət olaraq bu barədə düşünməliyik. Biz cəmiyyət olaraq bu məsələni götür-qoy etməliyik, müzakirə etməliyik. Mən bir müzakirə təklif edirəm əslində. Mənim rəylərimi qəbul etməyə bilərsiniz, halbuki mənim rəylərim Azərbaycan Konstitusiyasında oxuduqlarıma əsaslanır. Hisslər, mislər, yəni mən oyanıb, mənim ağlıma hər bir hiss gələ bilər. Kimsə mənə nəsə dedi, mən küsə bilərəm. Amma yenə də bu küsmək, bu hisslər, bu inanclar ki, bilirsiniz, mən inanıram ki, məni indi burada kimsə aşağıladı. İndi hər bir məsələyə dövlət qarışmalıdır. Yox axı, yox. Mən sizə belə deyim, mənim heç bir qanundan irəli gələn öhdəliyim yoxdur ki, kiminsə dini inanclarına hörmətlə yanaşım. Yoxdur. Yoxdur. Mənim üzərimdə bu cür tələb, mənim üzərimdə bu cür öhdəlik yoxdur. Bu öhdəlik nədən gəlir? Yəni, mən niyə görə heç kimin girib indi dini inanclarını, məsələn, mən təhqir etməmək, alçalmamaq mövqeyindən çıxış eləyirəm. Bu mənim əxlaqi öhdəliyimdir. Bu mənim öz qarşımda tutduğum bir meyardır. Mən özümü alçaltmaq istəmirəm bu dialoqda. Mən özümü bu səviyyəyə endirmək istəmirəm. Bu mənim əxlaqi mövqeyimdir. Tamam mı? Dindarlar nə edir? İnancılı insanlar deyəlim onlara. Dindar sözü özlüyündə pis söz deyil. Dindarlar nə edir? Onların gözündə bütün əxlaq yalnız və yalnız dindən irəli gələr. Başqa sözlə. Sənin dinin yoxdursa, demək sənin əxlaqın da yoxdur. Sənin dini inancların yoxdursa, Allahdan qorxmursansa, sən əxlaqi bir şəxs ola bilməzsən, qurtardı, getdi, nöqtə. Niyə? Çünki bütün əxlaqi normalar, bütün əxlaqi tələbat, ümumiyyətlə əxlaqlı insan olmaq tələbatı insanın içindən yox, onun oxuduğu kitabdan gəlir. Bu yanlışdır, yalandır. Mənə atam, anam öyrədib ki, insan əxlaqi olar. Tamam mı? Mən bunu ətrafımda görmüşəm və mən bunu mənimsəmişəm, mən bunu öz daxili prizmamdan götür-qoy etmişəm və mən qərar vermişəm ki, mən bu cür davranacam. Allahdan qorxu deyil, dindən qorxu deyil, hansısa dini liderdən qorxu deyil, dini icmadan qorxu deyil, mənim şəxsi öz prinsipimdir bu. Lakin bunlar həmin bu çox bəsit və çox sadə məsələni baş ayaq eləyirlər. Deyirlər ki, əgər ki sən mədənisən, əgər ki sən əxlaqlısan, deməli bu Allahın işidir. Allah səni belə yaradıb. Necə oldu? Yəni bir məsələdə Allah məni yaradıb, digər məsələdə deyil. Və bilirsinizmi, dediyim kimi, burada mənim ayıb saydığım hərəkətlər, ya sənin ayıb saydığın hərəkətlər, mən adətən auditoriya sən deyə müraciət etmirəm, lakin evdə oturan bir şəxs ki mənə baxır. Bax, sizin şəxsi inanclarınız bunlar cinayət təqibi predmetinə çevrilə bilməz. Çünki bizim ölkədə qanunlar var və bu qanunlar işləməlidir. Kim həbs olunur, kim xuliqanlıq əməlləri həyata keçirir, kim asayişi pozur və s. və axır. Bunlar hər adamın ağlına necə gəldisə təsvir olunmur. Bunlar qanunlarda təsvir olunur. Mən bilmək istəyirəm bu məsələdə. Azərbaycan dövləti bu hallarla kiminsə ateizmini təqib edir, çünki bu qeyri-qanunidir bizim ölkədə. Yoxsa kiminsə dinə gələndə öz fikirlərini mi tənqid edir? Niyə görə bu insan həbs olunub? Niyə görə bu insan cinayət təqibinə məruz qalıb? Onun şəxsi inanclarına görəmi? Onun şəxsi inanclarının məsələn olmamasına görəmi? Ki bu məsələdə dövlət yenə də dediyim kimi konstitusiyaya görə tamamilə bərabər yanaşmalıdır hər bir vətəndaşına. Yəni, yoxdur mənim dinim. Ya sənin inandığın dinə inanmıram. İndi gəl vur öldür məni, belə çıxır da. Axı, niyə dini, inanclı insanların hissləri ola bilər, amma inançsız insanların hissi ola bilməz? Baxın, bu proqramda mən sizə öz inanclarımdan danışmıram. Niyə?
Mənim inanclarım varsa və yoxdursa, bu mənlə Allahın arasında olan bir məsələdir. Ya da bu mənlə öz vicdanım arasında olan məsələdir. YouTube auditoriyasının, qonşunun, avtobus sürücüsünün məni işə aparan, ya mənlə işdə oturub duran kollegaların, ya cinayət təqibi orqanlarının buna heç bir aidiyyəti yoxdur və ola da bilməz. Niyə? Çünki yenə də qayıdıram əsas məsələyə. Azərbaycanda din dövlətdən ayrıdır və dövlət gəlib sənin evinə, ay sən inanclısanmı yoxsa yox, bunu yoxlaya bilməz. Yəni bilin ki, burada özünü tək hiss eləyən insanlar mən görürəm Facebookda və Facebookda daha kəskin şəkildə yazmışam mən bu barədə. Lakin bilin ki, sizin inanclarınız yoxdursa, ya fərqlidirsə, siz dövlətin və qanunun gözündə başqa hər bir insanla bərabər hüquqlusunuz. Heç kimin haqqı yoxdur gəlsin sizə desin ki, ay sən inanclı deyilsən, ya sən bu cür inanmırsan, elə cür inanırsan, bu cür ibadət etmirsən, o cür ibadət edirsən, bu cür namaz qılırsan, falan qədər namaz qılırsan. Yəni biz bunları artıq konstitusiyada həll etmişik bunların. Bu məsələlərə gələndə dövlət kör qalmalıdır, biganə qalmalıdır və hər kəsə eyni yanaşmalıdır. Mənim öz fərziyyələrim var indi, bilirsiniz, Azərbaycanda hər söz deyən insan təqib olunur. Mən təəssüf ki, indiyənə kimi bu çevik bağırlı deyirlər mənə, onun YouTube kanallarını göndəriblər mötəbər insanlar və mənim inandığım və hörmət duyduğum insanların dediklərinə görə bu insan maarifləndirici söhbətlər aparırdı. Bəli, kiminsə xoşuna gəlməyib. Dindarların nə zaman xoşuna gəlib? Onların dinində olan məntiqsizliyi gözə çarpanda, üzə vuranda. Nə zaman xoşlarına gəlib? Onlar istəyir ki, biz hamımız onların dedikləri kimi inanaq, onların kitablarında yazılanlara inanaq. Nəinki bu söhbət burada müsəlmanlardan da getmir. Söhbət burada hər hansı bir dini məzhəbdən gedir. Hər birisindən. Elə müsəlmanlar bir-biri ilə dava içindədirlər. Yəni, güya bütün müsəlmanlar eyni cür fikirləşir. Mən xeyli Azərbaycanlı nümayəndə heyətləri ilə işləmişəm burada ki, içində həm sünni, həm şiələr vardı. İndi bunlar ola bilsin ki, kiminsə gözündə özlərini elə aparırlar ki, bizim aramızda fərq yoxdur. Fərq var. Siz öz aranızda bir vahid, ortaq məhrəcə gələ bilmirsiniz. Biz kənardan baxanlar indi kiminizə inanaq? Yəni, kiminizin tərəfini tutaq. İstəmirik, istəmirəm mən. Mən sizin bu dini məsələlər ümumiyyətlə qarışmaq istəmirəm. Nə onun, nə bunun. Mənim üçün fərq etmir çünki. Mən başqa cür görürəm məsələləri. Məsələn. Yəni, mən indi öz məzhəbimi, öz dinimi burada açıqlayan deyiləm. Mən niyə sizin bu daxili mübahisələrə tərəf olmalıyam, olmamalıyam zaten. Olmamalıyam. Halbuki mənim qarşımda bu cür öhdəlik belə yoxdur. Amma siz indi gəlin, dini araşdıran, din barədə danışan, öz rəyini bildirən bir insana, onu Rusların bir sözü var, statiya altına gətirin. Üstünə bir ittiham atın, yalancı belə bir ittiham, 15 sutka, neçə sutka həbs edin bunu. Niyə? Dövlət qorxur. Dövlət qorxur ki, hər hansı məlumatı yaymaqda onun monopoliyası əldən gedir. Başa düşürsünüzmü? Burada dini asayiş, bilmirəm, ölkədə ictimai asayiş pozma, ya hər hansı dini zəmində konflikt yaratma məsələsi deyil. Dövlət özü heç bir məsələyə qarışmaq istəmir, dinə gələndə. Çünki özünü neytral göstərmək istəyir. Lakin istədiyi şəkildə ağlına gələndə kimisi tutub basmaq istəyir içəri. Yəni, xanımlar, cənablar, mən onun şəklini gördüm. Mən həmin bu insanın şəklini gördüm və sizə bu sualı verirəm. Döşündə medaldan yer qalmayıb bu insanın. Anladığım qədər 2-ci Qarabağ müharibəsində vuruşub bu insan. Bir müharibədə ki, biz dinin nədir, nə deyil, varmı, yoxdurmu soruşmadan hamımız bir olaraq öz ölkəmizin ərazi bütövlüyünü hərəmiz bacarımız qədərində deyəcəksiniz, Vaşinqtonda oturmuşsan, danışırsan, düzdür. Mən buradaydım.
Amma mən də bacardığımı eləmişəm. Bu insan isə öz həyatını risk altına alıb və bu müharibədə döyüşüb. İndi siz mənə deyin ki, mən bu insanın haqlarını yox, Azərbaycanın avtoritet orqanlarını tanıyan yox, Azərbaycanın respublika rəmzlərini tanıyan yox, İranda, Qumda, Ərdəbildə, İraqda, orada, burada yerləşən hər hansı dini lideri daha üstün tutan və özünü Azərbaycan bayrağına yox, başqa bir bayrağa bürüyən bir adamla bir tutmalıyam, tutmamalıyam. Mənim gözümdə bu insan, bu vətəndaş milyon başqa insanlardan dəyərlidir. Ki, ümumiyyətlə Azərbaycanı gedib başqa dini avtoritet orqanlarına bağlamaq istəyir. Ki, Azərbaycanı müstəqil yox, bir ümmət hissəsi görmək istəyir. İstəmirəm. Mən Azərbaycanı müstəqil bir dövlət kimi görmək istəyirəm. Bir dövlət ki, nəinki yalnız çox belə həssas, görürsünüz, bu dindarlar çox həssasdırlar amma. Bir söz deyirsən, ha, mənim dini inanclarıma toxundun. Sorğuluyursan, ha, mənim dini hisslərim. Sənin dini hisslər, get bir stəkan su iç. Bəlkə dini hisslərin özünə gələr. Yəni, bu hisslər məsələsini, necə deyim sizə, kəmiyyətləşdirmək çox çətindir, başa düşürsünüzmü? Hissləri götürüb, onları qanuni çərçivədə, qanuni müstəvidə dəyərləndirmək çox çətindir. Hiss bir hissdir, bir emosiyadır. Hiss bir, necə deyim sizə, ölçülməz və subyektiv bir anlayışdır, məfhumdur. Burada bir məsələyə toxunmaq istəyirəm mən əslində və tez-tez bu məsələni qaldırırlar. İndi mən sizə bir insan kimi sual verim. Mən hansı dini kitabı açsam, təkcə İslamdan söhbət getmir, Qurandan söhbət getmir. Xristianlığın hər hansı kitabını, ya Yahudilərin hər hansı bir kitabını, mən orada nə oxuyuram özüm haqda, homoseksual olduğuma görə? Ki, mənim axırım cəhənnəmdir. Tamam da, bu mənim hisslərimə toxunmurmu? Bu mənim hisslərimə toxunmurmu? İndi mən sizə hamınızı məhkəməyə verim. Kimin məhkəməsinə, haranın məhkəməsinə? Birincisi, mənim nəyimə lazımdır? Siz nadansızsa, sizi məhkəməyə verməklə, belə həbs etdirməklə belə məsələ çözülmür. Nadan girmişsiniz, nadan çıxacaqsınız. Siz bunu anlamırsınızsa əgər, nə məhkəmə, nə də həbsxana sizi dəyişdirməyəcək. Və mən sizin bu cür şəkildə islah olmanızı istəmirəm. Çünki mən sizin şəxsi azadlığınızı tanıyıram. Əgər siz belə görürsünüzsə dünyanı və axirəti, belə görün. Bu sizin haqqınızdır. Mən sizin bu cür inandığınıza görə həbsə girmənizi istəmərəm. Nədir birdən-birə bu dindarlar bu cür həssaslaşıb axı? Nə olub birdən-birə? O qədər həssassınız siz. Bəs İranın dini rəhbərliyini tanıyanda Azərbaycanın dünyəvi rəhbərliyini yox, həssas deyilsiniz. Yəni, nə olub birdən-birə mən anlaya bilmirəm. Məncə siz öz həssaslığınızı uzaq bir yerə qoyun hələlik. Çünki hamı dünyanı sizin kimi görmür. Və siz nə qədər baskı edəcəksinizsə, sizə qarşı baskı ediləcək. Və bu baskılardan danışaq. Bu dövlət durur, oturur, nardaranda insanları həbs edir. İranla münasibətlər pozulan kimi gəlir, öz vətəndaşlarını tutur basır. Sonradan da, ay, kiminsə dini inancları belə gəldi, elə getdi. Kiminsə hissləri belə gəldi, belə getdi. Bilirsiniz, ümumiyyətlə bu dövlətin hərəkətlərində bir məntiq yoxdur. Lakin mən sizi yenə də bizim əsas mövzuya qayıtmağınızı istəyirəm. Dövlətin gözündə, qanunların gözündə din dövlətdən ayrıdır. Dindarı da, inanclısı da, inançsızı da, başqa dinə, ya məzhəbə inananı da, biz hamımız bərabər hüquqluyuq və bizim hamımızın hisslərimiz var, dini ya dünyavi. Konstitusiya ilə hərəkət etmək lazımdır. Dövlətin
hərəkətlərində bir məntiq olmalıdır və bu bir məntiqdən çıxış edilməlidir. Ya bizi İslam Respublikası elan edin ki, etməzsiniz, ya da mövcud, müvafiq qanunları tətbiq edin. Biz də bilək. Və bu dini inancılara toxunuldu, filandı, beşməkandı söhbətləri indən belə mənim zənnimcə bitməlidir. Bitməlidir. Məhkəmələri sizin dininizə inanmayan adamların təqibi üçün bir alətə döndərməyin. Onsuz da hamımız əzici bir, cəzalandırıcı bir dövlətin altında yaşayırıq. Bugün belə döndü, sabah elə döndü. Bunun burnunun ucunuzdan o yanı görmək istəmirsinizmi? Necə ola bilər bu? Sabah indi mən məhkəməyə müraciət edeyim. Sabah mən hər hansı istənilən dindarı danışdırım öz kanalımda. Deyim, sən zənnincə mən hara gedirəm? Deyəcək cəhənnəmə. Mən də indi gəlim səni məhkəməyə verim ki, mənim hisslərimə toxundun. Ay mən ağladım, ay mən qorxdum, ay mən stres keçirdim. Bilirsinizmi cəmaat, mən hər kəsin mənimlə göz-gözə hər şeyi görməyinizi gözləmirəm. Mən azad ölkədə yaşayıram. Mən həyatımın ən böyük hissəsini Amerikada keçirmişəm. Mən elə bir ölkədə yaşayıram ki, mən indi küçəyə çıxıb istənilən dini, ya ateisti, ya agnostiki söyüb biabır eləyə bilərəm və bu qanunlara zidd deyil, çünki bu mənim ifadə azadlığımdır. Hər hansı dini, onun böyüyünü də, kiçiyini də ağzımdan çıxan sözlərlə təhqir eləyə bilərəm və mən sizin bunu anlamanızı gözləmirəm. Çünki siz bu cür cəmiyyətdə böyüməmisiniz, olmamışsınız və bunun nə olduğunu anlamırsınız. Sizə zidd gələcək. Dediyim kimi, burada hər şeyin özəyində insanın öz əxlaqı, insanın öz ayıb hissi durur. Mən bunu etmərəm. Çünki mənim əxlaqıma zidd olan bir şeydir. Lakin burada cinayət təqibi məsələsi tamamilə başqadır. Bu şəxsi əxlaqi inanclardan götürür səni, aparır tamamilə başqa bir müstəviyə. Ki, sən sözünə görə əzab çəkirsən. Mən inanmıram ki, bu bloger şəxs, Çevik Bağırlı da anladığım qədər onun internetdəki adı, kiminsə inanclarına toxunurdu, kiminsə alçaldırdı. Bu sadəcə dində olan məntiq. İndi deyək ki, Quranda yazılan hər şey məntiqlidir. Yox, axı məntiqli deyil. İndi araşdıraq ki, Məhəmməd neçə yaşlı qızlarla evlənmişdi. İndi əgər deyirsiniz ki, siz əxlaqlısınız, biz əxlaqsızıq. İndi sixə məsələsini ataq ortaya. Bu biabırçılığı bilmirsinizmi siz? Yoxsa bu sizin əxlaqi prinsiplərinizə zidd gəlmirmi? Yoxsa siz dinin adından milyon dənə alçalığın edilməsini bilmirsinizmi? Yoxsa siz Ərəbistandan gələn turistlərin, İrandan gələn turistlərin Bakıda özlərini necə apardığını görmürsünüzmü? İndi bilirsiniz, bunların çox belə, necə deyim, özlərinə, öz işlərinə yarayan məntiqi vardı. Bunlar hamısı din deyil, bu din deyil, dinimiz belə deyil. Necə yəni, hardadır bu mükəmməl müsəlman dövləti dünyada? Bu sizin din dediyiniz, dinlə tamamilə yaşayan bir ölkə. Hanı bu mükəmməl müsəlman cəmiyyəti? Kimi örnək tutursunuz bizə? Hansı ölkəni? Mənə bir ölkə göstərin. Deyin ki, bax, bunlar tamamilə dinlə yaşayır. Jurnalistlərin xarici ölkədə başını kəstirən Səudiyyə Ərəbistanı mı? İranı mı? Ki, ətrafında müsəlman ölkəsi qalmadı, başına raket atmasın. Bilmirəm kimi. Kimdir bu? Kimdir bu efemer, bu belə nağıllarda göydə mükəmməl bir müsəlman cəmiyyəti? Bəsdirin. Cəmiyyəti parçalamayın. Mən indiyənə kimi susuram. Sizin bu məntiq... Mən Quranı ərəbcə oxuyub anlamaq üçün Tarix Şərqşünaslıq Fakültəsinin ərəb fakültəsinə girdim. Və bu təhsildən irəli gələn xeyli şəxsi baxışlarım var. Lakin mən bu baxışları nə bu kanalın işində bir prizmaya çevirirəm, bir meyyara çevirirəm. Bilirsiniz, bizim kanala gələndə dindarlar da gəlir. Ümumiyyətlə bilmirəm kimlərdir bunlar. Mən kiminsə inancını soruşub gətirmirəm bu kanala.
Mənim bir meyarım var. Bu insan Azərbaycan cəmiyyəti üçün maraqlı nəsə danışacaqmı, yoxsa yox? Bu qədər. Mən sizə deyim, dindarların cəzalandırıcı orqanlara müraciət edib mənim hisslərimə toxundu, mənim dini inanclarımı, nə bilim, hətta dediyim kimi təsvirləri bilmirəm. Bu cür müraciətləri cəmiyyəti qütbləşdirir. Çünki siz insanları məcburən barikadaların bu ya digər tərəfində yer almasına məcbur edirsiniz. Bunun axırı nə olacaq bilmirəm. Hökumət öz istəyi ilə kimisə dini səbəblərdən həbs edirsə, hökumət indiyənə kimi etdiyi qələtlərin hansını anlayır ki, bunu da anlasın axı. Biz cəzalandırıcı orqanlara gələndə biz hansı səviyyəli insanlarla üzləşdiyimizi anlayırıq. Bunların işi adamı döyməkdir. Bunların işi 30 ildə təzə bir şey icad etməyiblər. Cəmaatın cibinə narkotik at, getdi. Bütün ölkə narkomanımış. Bu ölkədə təhsili olan, savadı olan, məzənnəsi olan, hörməti olan insanlar hamımız narkomanımışıq. Xəbərimiz də yox. Bilirsiniz, yəni siz bir dövlət amebası ilə üz-üzə qalmısınız. Bunlar da bu tərəfdən hay-haray salırlar ki, mənim dinimi sorğulayır. Sorğulayacağam, əlbəttə sorğulayacağam. Sən o qədər öz dilindən əmin deyilsənsə əgər, bəlkə bu sənin problemindir, mənim problemim yox. Dediyim kimi cəmaat, mən bu mövzuya heç vaxtı girmək istəməzdim, heç vaxt. Lakin artıq məcbur edirlər məni və mən qəzəbliyəm. Çünki dinə inanmaq ya inanmamaq da bu hər bir şəxsin özəl azadlığıdır. Mən burada məcburiyyət görmək istəmirəm şəxsən. Mən kimisə öz inancına ay dövlət məni tutarmı, tutmazmı? Prizmasından bu ayıbdır, başa düşürsünüzmü? Sənlə Allahın arasında olan münasibətə, sənlə Allahın arasında olan bu ünsiyyətə dövlətin və onun məhkəmələrin, cəzalandırıcı mexanizmlərin müdaxiləsi tamamilə əxlaqsızdır. Bu fikirlə sizi baş-başa buraxıram. Fikirləriniz varsa şərhlərdə oxumağa hazıram.